Salam. Bir sual, bir dəqiqə. Baxaq, bizə modulda Z1 bölünsün, modulda Z2-ni soruşur. Z-in modulunu tapmaq üçün, yəni kompleks ədədin modulunu tapmaq üçün həqiqi hissənin, xəyali hissənin kvadratları cəminə baxırıq kök adda. Kəsir xəttini çəkək. Kök adda həqiqi hissəsi 2 kökdə 3-dür. 2 kökdə 3-ün kvadratı üstə gəl 2-nin kvadratı. Məxrəcdə kökdə 3-ün kvadratı üstə gəl 1-in kvadratı. Sadələşdirək. Olacaq kök adda 4, 12, üstə gəl 4. Olacaq kök adda 3, üstə gəl 1. Bərabərdir. Kök adda 16, kök adda 4. Bərabərdir 4 bölü 2, yəni 2.